Adamlar təzə Spider-Man haqqında video çəkir. Mən də 2000-ci ildən qalmış bir dizi animasiya haqqında video çəkirəm. Hər nəysə, hamıya salam dostlar. İkinci maraqlı bir kontent olacaq. Məsələn, mənim bacım DC evrənini, məsələn, Marvel-dan biraz daha çox sevsə də, yəni bir DC desəm biliyi daha azdır. 4-5 dənə xarakter tanıyır cəmi. Dedim ki, onda sən belə maraqlanırsansa, Flashpoint Paradox-dan başla. Çünki orada həm xarakter çoxluğu var, fərqli hekayələr var və s. İndi burada videonun marağı ondadır ki, bu filmi mənim bacım yəni rəyini bildirəcək. Yəni biraz karakterlərdən bəhs edəcək və filmdən film haqqında fikirlərini bildirəcək. Keçək bacımın rəyinə. Film xeyli axıcı idi. Hekayə irəliləyişi sıxmadı. Flash personajını da çox sevdim. Cool, maraqlı, zarafatçıl bir obrazdır. Qəşəng tərəfi də odur ki, sadəcə belə ciddi olan, asıntı olan super qəhrəmanlardan deyil və ən əsası mən bunu sevdim. Möhtəşəm də gücü var. Yəqin ki, top 5 super güc arasında Flash'ın bu sürətli olmasını qoysam bir problem olmaz. Amma nə qədər də güclü olsan da reallığı dəyişdirmək mümkündür. Mümkündürsə də nə bahasına. Və burada əsas məsələ odur ki, qəhrəman olmaq heç də asan deyil. Deyib ben əmrdən bir stat gətirmək istəyirəm. Böyük güc böyük məsuliyyət gətirir. DC Marvel crossover oldu. Kakras yeni Spider-Man filmində gəlir. Nəysə, digər məqam o idi ki, mən digər DC personajlarını da görmək mənim həqiqətən xoşuma gəldi. Hətta deyərdim ki, filmi maraqlı edən məqamlardan biri də tək bir hekayə, tək bir personaj üzərindən getməsi deyil də, müxtəlif personajların qısa-qısa da olsa hekayələr üzərindən getməsi idi. Və kiçik bir qeyd olaraq deyərdim ki, yaşlı Batman'in egosu heç çəkilmirdi. Batman düzdür, müəyyən qədər egoist bir personası var, amma yaşlısının bu egoist personası heç çəkilmir. Amma təbii ki, zarafat bir qırağa yaşlı Batman öz Batman'ini göstərdi filmdə. Batman ki, Batman, my superhero. Və biz bir daha gördük ki, qəhrəman olmaq üçün mütləq deyil ki, super gücə sahib olasan. Məndən bu qədər. Özünüzə yaxşı baxın. Hələlik.